İyun ayı LGBT qürur ayıdır. Buna görə də istərdim ki, Azərbaycanda LGBT olmaq haqqında biraz danışaq. Çox təəssüf elədim. Azlıqları göstərirlər ki, onlar nə ilə məşğuldurlar. Kimə lazımdır belə bir kanal? Güldəyə xanım, mən çox təəssüf edirəm ki, 41-45-də Hitler o geyləri qırıb qurtarmadı. İclasımız canlı yayıma gedir ha, ehtiyatlı olun. Yaxşı da, geçsin də. Böyük Britaniya səfirliyinin bayrağı qaldırmaqla atdığı addımı bir növ Azərbaycan dövlətinin qanunlarına, mentalitetinə və adət-ənənələrinə hörmətsizlik olaraq Mən daha çox Bakını dəyərləndirirəm. bilirəm, buna görə Bakı haqqında danışacağam. Siz də başqa şəhərlər haqqında məlumatlarınızı bölüşə bilərsiniz. Mən 20 ilə yaxındır ki, Bakıda böyümüşəm və mən yəqin ki, son illərdə heç vaxt Bakıda metrodan istifadə eləməmişəm. Yadımdadır ki, 16 yaşım var idi və bir günləri metroya mindim. O vaxtda saçlarım da uzun, sadəcə sırğa taxmışam və birdən-birə bir adam gəlib yanıma şey dedi: "Belələrinin cibinə pata atıb tutturmaq lazımdır." Yaxud da Bakıda ev kirayə eləmək istəyirsiniz, çox həvəslənməyin, heç kim sizə kirayə verməyəcək. Əgər öz kimliyinizi açıq bir şəkildə göstərirsinizsə, ev tapmaqla bağlı problemləriniz daha da arta bilər. Məsələn, mən axırıncı səfər evimdə oturarkən birdən-birə ev sahibi zəng elədi ki, polis bizə deyir, elələrinə niyə verirsiniz və məni evdən çıxartdılar. Başınıza hər an hər şey gələ bilər. Xəstəxanaya alınmaya bilərsiniz. Xəstəxanaya getsəz, bəlkə də sizə baxmağa heç bir həkim tapılmaya bilər. Hətta yəni belə şeylər çox olub və qanlar içində bir trans qadın xəstəxanaya gedib, məsələn, daha əvvəl xəstəxanaya alınmayıb. Durduq yerə həbs oluna bilərsiniz. Məsələn, 2017-ci ildə 100-dən çox LGBT Bakıda durduq yerə həbs olundu. Hətta bu yaxınlarda Avropa məhkəməsini də qazanıblar ki, bu həbslərin heç biri qanuni deyildi. Küçədə zorakılıq, nifrət qətillərindən qarşılaşa bilərsiniz. Getdiyiniz yerdə kimsə sizə söz ata bilər, ilişməyə çalışa bilər. Və siz də etiraz edəsəz, eyni bu metrodakı hadisə kimi çəkib sizi dəli kimi efirə verəcəklər. Bayaqdan fikir verirəm, dillənmirəm. Özləri təmiz açıqlar. Bayaqdan görürəm, var eləyirlər, adreski söz deyirlər. Mən də insanım da, mən kimə nə qayıram ki burada? Sadəcə Targovda gəzsəz, sevdiyiniz insanla əl-ələ tutsaz, əmin olun ki, siz TikTok və Telegram kanallarındasınız. Bir də çox adama yad olmayan bir şey də xatırladım ki, öz hüquqlarınızı tələb eləyə bilmərsiniz.